4 ədədinin ədədi ortası 15-dir. Bu ədədlərə 20 ədədini əlavə etsək, yenə ədədi orta neçə olar? Emil başla. Ən birinci biz ədədi tapmaq üçün 15-i vuracaq 4-ə. Aha, 4-ü vuracaq 15-ə. 60. İndi 60-ı vuracaq 20-ni. 80 də böləcək 5-ə. Aha, 85-ə niyə bölürük? Emil onu da izah elə. Çünki Burada onun üstünə 20 5 ədədin artıq ədədi ortasını tapırıq. 4 ədədin ədədi ortası 20-dirsə, 5 ədədin ədədi ortası neçə olacaq? 16 olacaq. 4 ədədin ədədi ortası 15-dir. Bu ədədlərə hansı ədədə əlavə etsək 16 olar? 15-i vururuq 4-ə. Əvvəl, 15-i vururuq 4-ə. 60. Aha. İndi 16. Bayaq 4 ədədin ədədi ortası 15 idi. İndi isə deyir hansı ədədə əlavə etsək? O zaman nə edirik? 16-nı 5-ə vuracağıq. Aha. Çünki artıq 5 ədəddən danışır. Aha. Sonra. Aha, deməli 20 ədədini əlavə etsək, ədədi orta 16 olacaq.